Atropatena və Albaniya dövlətləri. Birinci məsələ. Bu dövlətlər hansı imperiyanın parçalanmasına əsas yaranmışdır? İskəndər imperiyası, bəli. Atropatena dövlətinin əsasını qoyan sülalə. Atropatena dövlətinin paytaxtı hansı dinin? Hansı dinin mərkəzidir? Atropatena dövlətində təkcə Zərdüştlük hakim deyildi. Həm də onlar sitayiş edirlər Yunan tanrılarına və Atropatena mədəniyyətinə Yunan mədəniyyəti təsirindən sübut edir bizə. Piramitdən istifadə, bir də Yunan tanrılarına sitayiş, bir də hansı məbəd? Şefto məbəd. Atropatena nə vaxt Selevklərdən asılı düşdü? Hansı Selevk hökmdarı tabe elədi Atropatena? 3-cü Antiox. Atropatena nə vaxt asıldan çıxdı? 190 hansı hadisə nəticəsində? Magneza döyüşündə Roma qalib gəldi, Selevklər məğlub olub parçalandı, Atropatena öz müstəqilini bərpa etdi. Həm Selevklərdən asılı almışdı, həm də Selevklərin asılından çıxan Atropatena hökmdarı kim idi? Artabazan idi. Atropatenanın Romanı məğlub etdiyi döyüş hansı döyüşüdür? Praska. Neçənci ildə olub o döyüş? Praska döyüşündə Roma sərkərdəsi məğlub olan sərkərdə hansı idi? Antonov. Praska döyüşündə qalib gələn Atropatena hökmdarı kim idi? Artabazlı idi. Eradan əvvəl 1-ci əsrdə Atropatena Romaya qarşı müttəfiqi hansı dövləti idi? Parfiya ilə birlikdə Roma hansı döyüşdə məğlub edildi və sərkərdəsi öldürüldü? Kara döyüşdə 38 deyil. 53-cü idi. Kara döyüşündə öldürülən Roma sərkərdəsi də Kras idi. Bəs Roma sərkərdəsi Antoni Parfiyanı nə vaxt məğlub elədi? 38-də. Nə vaxt Atropatenaya hücum edib məğlub oldu Antoni? 36 Praska döyüşü. Praska döyüşündən sonra Atropatena niyə Parfiya ilə münasibətlər olmadı? İşğal eləmək istədi. Praska döyüşündən sonra Atropatena xarici siyasətdə hansı mövqeyi tutuldu? Hansı Roma ilə müttəfiq oldu? Artabaz Roma ilə müttəfiqliyi quran Atropatena hökmdarı. Demək, Roma ilə müttəfiqliyin münasibətlərin qurulması tarixi nə vaxtı? Eradan əvvəl 1-ci əsrin 2-ci yarısında. Artabazdan sonra şimdi kim gəldi? Ariobarzanan şimdi kim gətirdi? Oktavian gətirdi. Oktavian Ariobarzana həm də hansı xalqın hakimiyyətini verdi? Hansı ərazinin hakimiyyətini verdi? Nə əlaqə müqəddəs Roma? Xeyr. Ermənilərin də rəhbərliyi verdi Ariobarzana. Nə vaxt Ariobarzan gəlmişdi hakimiyyətə? Eradan əvvəl 20 ildir. Atropatların son nümayəndəsi kim idi? Kim idi son nümayəndəsi? Ariobaz. Atropatlar nə vaxt sübut elədilər? Hansı dövlət tərəfindən? Parfiya tərəfindən sübut.